Söyüşün faydası var imiş, elm təsdiqlədi. Yeni elmi araşdırma göstərir ki, söyüş işlətmək təkcə emosiyaların boşaldılması deyil, eyni zamanda fiziki güc və dözümlülüyün artmasına da təsir göstərə bilər. Alimlərin qənaətinə görə bu cür ifadələr insanın özünə inamını yüksəldir və diqqəti daha yaxşı cəmləməyə kömək edir. Ölkə ağzı elm məlumatına əsasən Yale Universiteti ilə Alabama Universitetinin alimləri tərəfindən aparılan birgə tədqiqatda iştirakçılardan fiziki tapşırıq yerinə yetirmələri istənilib. Onlar stulda itələmə hərəkəti edərkən hər 2 saniyədə bir ya seçdikləri söyüşür ya da tam neytral bir sözü təkrarlayıblar. Nəticələr maraqlı olub. Söyüşdən istifadə edən iştirakçılar neytral söz deyənlərlə müqayisədə hərəkəti daha uzun müddət davam etdirə bilib və tapşırığı daha effektiv şəkildə yerinə yetiriblər. Araşdırmanın əsas müəllifi psixologiya üzrə baş müəllim Richard Stephens bildirib ki, söyüş sosial qaydaların müvəqqəti olaraq aradan qalxmasına səbəb olur. Bu da insanın daha sərbəst davranmasına, özünə inamının artmasına və diqqəti yayındıran amillərin azalmasına şərait yaradır. Alimlərin fikrincə, söyüş heç bir dərman və ya əlavə enerji mənbəyi olmadan asanlıqla əldə edilən təbii performans artırıcı rolunu oynayır. Bəzi iştirakçılar isə tapşırıq zamanı psixoloji yaxın vəziyyətinə düşdüklərini, yəni fəaliyyətdə tam fokuslanıb prosesdən zövq aldıqlarını bildiriblər.